cevaplandırsın. Kaş Allah eləsin ki kızım, mən yaşda mənim sağlamlığımın tam hamısı olsun, olmasa da yarısı olsun. Bugün mən apar müayinə ilə, mənim şəkərim gör hardadır. Bu dəqiqə bir aparat gətir, burada canlı çək 120-80-dən yuxarı olsa mən nə desəm hamısı yalandır. İdeal şəkildə mədə bağırsam, ideal şəkildə yuxum, hər şey ideal şəkildədir. Niyə? Çünki mən o Yapon aliminə Nobel mükafatı verdilər. Bir səhər qidalanmaq, bir axşam 12 saatı keçəndə bədən öz içindəki xərçək hüceyrələrini təmizləyir. Mən nə deyirəmsə mənim kəşfim deyil. Anar müəllim kimi demirəm ki, mən bunu araşdırdım. Mən alimlərin dediyi və bu sahədə Nobel mükafatı alan, dünyada qəbul edilən qidalanmadan danışıram. Ki, təbii qidalan. Çünki insanın birinci havadır, ikinci sudur, üçüncü təbii qidalanmadır, dördüncü hərəkətdir, beşinci də ailə məişət həyatıdır. Çünki bizdə görürsün nə deyirlər? Deyirlər, niyə kişilər ölür, qadınlar qalır? Çünki bu ölkədə, Avropada, dünyada, Amerikada ailə münasibətləri yoxdur. Yazıq bədbəxt kişi bilmir ki,